Elmir müəllim, ikinci və üçüncü qruplar 24 may blok imtahanında tarixdən 15-20 arası yazıblarsa, ikinci cəhd imtahanında maksimum güclə çalışarlarsa, neçədən yaza bilərlər? Yəni nə qədər artıra bilərlər? Deməli, ilk cəhddə 15 dənə yazan uşaq, 20 dənə yazan uşaq hardasa 20-25 arası artıra bilər. Bəlkə də daha çox artıra bilər. Onun çalışmasından asılıdır. Belə deyək də, çünki İlk cəhdə çoxları istənilən qədər təkrar etməyən uşaqlar olur. Ola bilər ki, istənilən qədər çalışa bilməyən uşaqlar olur ki, bir ay yaxşı çalışa bilərsə, o 20-25 nəticə göstərə bilər. Günlük rejimləri nə olmalıdır? Günlük, yəni müstəqil olaraq özü də çalışmalıdır. Minimum 3 saat vaxt ayırmalıdır ən azından. Testlər işləməlidir, dərsləri təkrarlamalıdır. Özdəki, məsələn, müəyyən bazası olan uşaqlar olur ki, məsələn, 20 dənə yazan uşağın müəyyən bazası var. Bu bilir ki, hansı mövzuları zəifdir. O mövzulara daha çox diqqət yetirib, o mövzuların üzərində daha çox işləməlidir əlbəttə ki, nəticəsini artıra bilsin. Müəllim, təbii ki, uşağın müstəqil çalışmağındansa müəllimlə çalışmağı daha faydalı olar. Biz necə dəstək verə bilərik? Əlbəttə ki, düzdür. Yəni, uşaq müəllim dəstəyi ilə daha yaxşı çalışa bilir. Çünki müəllim ona həm sınaqlar atır, həm sual-cavab eləyir. Hansı mövzularda diqqətli olmasını göstərir. Bizim də ikinci şans imtahanı üçün qruplarımız açılıb ki, yeni açılacaq qruplarımızda həm sınaqlar göndəririk, həm sual-cavablar təşkil edirik. Həftə içi hər gün demək olar ki, həm sual-cavab təşkil olunur, həm sınaqlar atılır və uşaqlarla işləyirik. Qoşulmaq üçün 055 597 01 51 nömrəsi ilə əlaqə saxlayarsınız.